Salam əziz abituriyentlər. Ənənəyə sadiq qalaraq bugün mən sizə demişdim ki, hər gün müəyyən bir bölmələrdən, çətinlik çəkdiyiniz bölmələrdən sizə müəyyən izahlar verim. Demək, abituriyentlər ən çox liflərdə əziyyət çəkir. Mənə yazılan ünvanlanan suallardan ən çox liflər soruşulur. İstənilir ki, müəllimə bunu necə asan yadda saxlaya bilərik. Mən bugün ancaq karbon və hidrogen, bir də oksigenden ibarət liflərdən danışıram. Yəni azotlu liflərdən danışmıram. Sadəcə poliefir liflərindən danışırıq. Poliefir liflərinə nələr aiddir? Bizim qəbul proqramımızda lafsan var, poliefir liflərinə aid olan, bir də tiroasetil selluloza var. Bunlar poliefirləşmə reaksiyaları nəticəsində alınır. Yəni spirt qrupu OH qrupu ilə turşu qruplar arasında gedir. İlk öncə gəlin başlayaq lafsan lifindən. Bir qədər formul uzundur və bunu yadda saxlamaq da çətindir abituriyentlər üçün və hər ildə qəbulda görürük bu sualı. İlk öncə lafsan lifini nədən alırıq, onları bilək. Reagentlərini bilməlisiniz. Lafsan lifi teriftal turşusundan, yəni benzol nüvəsi 1-ci və 4-cü vəziyyətdə COH qrupu yerləşdirirsiniz. Bu teriftal turşusudur. Onun üzərinə gələcəksiniz etilen glikol, yəni 2 atomlu spirt. 2 atomlu spirtdə 2 karbonludur. CH2OH, CH2OH. İndi bunları birləşdirirsiniz və suyun ayrılması ilə gedir bu reaksiya. Bu zaman su ayrılır və en sayda iri molekul əmələ gəlirsə, bu artıq polikondensləşmə reaksiyası adlanır. Əgər su ayrılmasa, pi rabitəsi qırılarsa, onda reaksiya polimerləşmə reaksiyası adlanacaqdır. İndi gəlin görək lafsan lifində nələr var. Baxın, benzol nüvəsində 6 dənə karbon var və o 6 dənə karbon benzolun ətrafında düzülür. Daha sonra həmin karbonlarda olan hidrogenləri çıxarırsınız, yerinə COOH qrupunu 1 və 4-cü vəziyyətdə yerləşdirirsiniz. Bu zaman alınır benzol nüvəsi, 1-ci və 4-cü vəziyyətdə COH qrupu. Bu bizim teriftal turşumuzdur. İndi gəlin görək, burada neçə dənə karbon var. Baxın, benzolda 6 dənə karbon, 6 dənə də hidrogen var idi. 6 karbon olduğu kimi qalır nüvənin ətrafında. Sadəcə 6 hidrogendən birini çıxarırsınız, yerinə 2 dənə COH qrupu gətirib qoyursunuz. Bu zaman 8 dənə karbon olur. Yadda saxlayın. Benzolun ətrafında olan 6 karbon da sp2 hibrid halındadır. O gələn COOH da sp2 hibrid halındadır. Onda bizdə 8 dənə karbon sp2 hibrid halında, deməli teriftal turşusundan gəlir. Daha sonra keçirik 2 atomlu spirt tərəfə. 2 atomlu spirtdə də 2 dənə karbon var idi. Bilirsiniz ki, spirtlərdə karbon sp3 hibrid halındadır. 2 dənə də karbon oradan gəlir və sp3 hibrid halındadır. Ümumilikdə sizin 10 dənə lafsan lifində karbonunuz olacaqdır. Yəni 8 dənəsi sp2 teriftaldan, 2 dənəsi də sp3 halında, deməli etilen glikoldan gəldi. Cəmi 10 dənə karbon var. Bu 10 dənə karbonu yadda saxlayırsınız. 10 dənə karbonun 8 dənəsi sp2-dir, 2 dənəsi sp3 hibrid halındadır. Karbondan qutardıq. İndi keçdik oksigenlərə. Baxın, teriftal turşusunda 4 dənə oksigen var. Onun 2 dənəsi OH-la çıxır suya, ikisi qalır lafsanın içərisində. Spirtdə də OH qrupu gələndə H çıxır, oradan da oksigen qalır. Yəni 2 dənə oksigen spirtdən gəlir, 2 dənə də oksigen teriftal turşusundan gəlir. Cəmi 4 dənə oksigen eləyir. 8 dənə də hidrogen atom eləyir. Benzolda teriftal turşusu, benzoldan ikisi çıxmışdı, qalmışdı 4 dənə, 6 dənədən ikisi çıxır, 4 dənə hidrogen elə gəlir. Və 4 dənə də etil spirt, etandioldan gəlir. Yəni cəmi 8 dənə hidrogen edir. Yəni bunu əzbər şəkildə saxlamaq həqiqətən çətindir. Ancaq belə məntiqlə, bu ardıcıllıqla yadda saxlamaq daha rahatdır. Və bir də izahları niyə şifahi verirəm, yazılı şəkildə demirəm. Çünki dediyim izahları siz yazdıqca görsəniz
daha rahat yadda qalar. Ən azından özünüz yazmış kimi olacaqsınız. Deməli, bugün danışdıq lafsan lifinin hibrid vəziyyətindən, karbonların sayından, hidrogenlərin sayından, oksigenlərin sayından danışdıq. Daha sonra poliefir liflərinə bir də aiddir triasetil selluloza. Sellulozada 3 dənə OH qrupu var. Özünü spirt kimi aparır. Triasetil 3 molda asetat turşusunu götürəcəksiniz. O da triasetil selluloza. Burada da yəni 3 mol su ayrılır. 3 mol turşu reaksiyaya girir. Sellulozada da 3 dənə OH qrupu var. Yəni bu hissələr düşür ən çox bizə. Sellulozada deyir neçə dənə OH qrupu var. Triasetil sellulozada neçə dənə turşu iştirak eləyir. Tri 3 deməkdir. 3 dənə turşu iştirak eləyir.